sonumuz ölümdür də, yoxluq deyil. Bir də dünya həyatındakı sonumuz ölümdür. O kəslər ki, deyir, axirət yoxdur, Peyğəmbər yoxdur, Allah yoxdur. Doğrudan elə onlara veriləsi sualdır ki, niyə yaşasın da? Nə mənası var? Öləcəksən, çürüyəcəksən, gedəcəksən, torpaq oldun, çıxdın. Sonra, o ləzzət, bu ləzzət sonu yoxluqdursa, adam o fikirləşən dəli olur. Bilirsən ki, lap bu ləzzətə duyuram, 70 ildən sonra yox olacam. Bu nə həyat? Axı, adam istəyir ləzzəti əbədi bilsin ki, o ləzzəti dadacaq. Bir şey səndən, məsələn, desələr ki, ya sənə verir 30 ildən sonra alacaq, görsən deyir ki, mənə həmişəlik verir də bunu. İnsanın ruhu əbədiyyat teşnəsidir. Əbədiyyat axtarışındadır. Sən əbədi varlıqsan. Nə bitəcəksən, nə tükənəcəksən, həmişə varsan. Ona görə bu mənada bunu anlayandan sonra, xilqətin hədəfini tutandan sonra, hədəf uğrunda addım atandan sonra heç məyus olmaq da lazım deyil. Niyə məyus olursunuz? Yolunuzu gedin, yaşamaq gözəldir, həyat gözəldir. Və ona görə gözəldir ki, insan hədəfinə tərəf gedir, hərəkət edir. Hədəf də ki, Allahın özüdür. Ki, mən onunla tamamlanıram. Onsuz natamamam, onsuz naqisəm, onsuz hər şeyim olsa da heç nəyim yoxdur, onsuz əllərim boşdur.